həyat bizim kamilliyimiz üçündür, bütün sıxıntıları çətinliyinlə bərabər. Biz gərək ürəklə meydana girək, oyun qaydalarını qəbul eləyək və sevə-sevə yaşayaq bu həyatı. Pasiv insan olmayaq həyatda. Pasiv insan elə bil heç dünyaya gəlməyib hələ. Elə bil həyat başlamayıb bunun üçün. Əslində həyat başlayıb, bu yaşamağa başlamayıb. Elə bil dedi, doğulmuşammış. Birdən xəbər tutur elə bil. İndi başa düşür. Amma insan əvvəldən başa düşsə ki, mənim yaranmağım ən gözəl hadisədir. Mənim var olmağım, artıq varam. Mən ki var oldum, var əmri gəldi Allahdan, mən varam artıq. Bu çox gözəl bir hadisədir. Çox yaxşı oldu ki, mən yarandım. Elə ki, bunu başa düşdü, ondan sonra başlayır yaşamağa. Daxil olur həyat meydanına. Bu həyatın bütün sıxıntılarından, çətinliklərindən xəbərim var. Axırı da ölümdür. Amma ölüm son deyil. Ölüm bir qapıdır. Mən varam, yaşayıram və bu yaşayışın bütün qanunlarından xəbərim var. Ölümdən tutmuş bütün çətinliklərindən xəbərim var. Burada xəstəlik də olacaq, fəqirlik də olacaq, kasıblıq, vəfasızlıq da olacaq. Amma hamısını qəbul edirəm. Çünki əsas bunlar deyil. Əsas mənim yaşamağımdır. Əsas mən varam, var olandan sonra nə olur olsun, eybi yoxdur, xoşdur mənim üçün. Və bütün bu çətinliklərin hamısı mənim inkişafım üçündür. Həyat fəlsəfəsi danışıram sizə, həyatın fəlsəfəsi.